Həqiqətə bir də bu prizmadan baxaq. Oğlum Amal və mən üzbəüz oturmuşuq. Ortada bir fincan. Fincanın qulpu mənim sağ tərəfimə düşür. Soruşuram, Amal, fincanın qulpu sənin hansı tərəfindədir? Deyir, sol tərəfimdə. Mən deyirəm, sağ tərəfdə. O deyir, yox, solda. Və mübahisə yaranır. Bəs həqiqətdə necədir? Doğrudan da fincanın qulpu mənim sağ tərəfimdədir. Amma onun da sol tərəfindədir. O da haqlıdır, mən də haqlıyam. Hər kəs öz tərəfindən baxanda, amma bu məsələyə yuxarıdan baxan biri üçün həqiqət tam aydın görülür. Bu məsəl bizə onu göstərir ki, mübahisə etməyin heç bir mənası yoxdur. Çünki adətən mübahisələrin sonunda hər iki tərəf yenə öz fikrində qalır. Tək insanlar, şuurlu şəkildə həqiqətən dəyişmək istəyən insanlar belə mübahisələrin sonunda qarşı tərəfin fikrinə razılaşır və fikrini dəyişir.